Herkese salam. Bugün yeni bir formatda qarşınızdayıq. Bugün mən mamamla bir podkast çəkirik. Mövzumuz isə niyə görə ağıllı qadınlar, uğurlu qadınlar tək qalır? Bu mövzu düşünürəm ki, çox aktualdır indiki zəmanədə. Həm də düşünürəm ki, mama da bir komment bildirər, Məlikə niyə tək qal? Okey. İndi söhbətimiz nədən başlayır mama? Ki nəyə görə gözəl, ağıllı, savadlı qadınlar, yaxşı qazanan qadınlar ailə qurmur və ya tək qalır? Bu qadının öz istəməməsidir, yoxsa onun bu seçmək üçün həyat bunu məcbur edir? Nə düşünürsən bu haqqda? Hə, maraqlı sualdır, çox maraqlı sualdır. Hər iki seçim ola bilər. Baxır hansı qadın üçün. Doğrudur, ağıllı qadınlar indiki zəmanədə çox vaxt baxırsan ki, tək qalırlar. Həyatda tək yaşamağı sevirlər. Nəyə görə? Çünki özləri qazanırlar, hər tərəflə özlərini təmin edirlər. Ağıllı qadındırlar ki, özləri öz ayaqları üstündə durmağı bacarırlar. Bu bir. Ki, heç kəsdən kömək istəmirlər, heç kəsə ehtiyac duymurlar. Yəni, ancaq bir məqsədə qulluq edirlər ki, ancaq özləri üçün, həyatda tək özləri üçün yaşasınlar. Ancaq bir qism qadınlar da var ki, ailə olur, müəyyən səbəbdən ailə ayrılır, uşaqla ana qalır bir yerdə. Onlar da ağıllı qadınlardır, nəyə görə də yox? Çünki ağılla həmin evlatları böyüdürlər, ali təhsil verirlər, yaxşı işlə təmin olunurlar həmin uşaqlar. Ana da özü yenə işində, yenə necə deyim, özü professiyasını davam elətdirir. Ancaq ki, uşaqlar nəzarətdə olmaq şərti ilə. Bir çox qadınlar adətən tək qalmağı, savsem tək qalmağı sevirlər. Nəyə görə? Çünki istəmirlər ki, kimsə onlara yük olsun. Sonra kiminsə qayğısını çəksinlər, özlərinə əziyyət vermək istəmirlər. Həyatı onlar mənasını bunda görürlər. Ancaq heç də elə deyil, onda həyat mənasızdır ki. Onda səncə elə çıxır ki, onlara həyat məcbur etmir, onlar özləri istəmir. Конечно, özləri, hə. Onları həyat məcbur eləmir, onların öz seçimidir. Müəyyən qism qadınların. O da həyatda ola bilər, yer üzündə qadınların 5-10% ola bilər. Hamısına demək olmaz bunu. Bu da onların öz seçimidir. Hər kəsin seçiminə hörmətlə yanaşırıq. Razıyıq, hamının seçiminə hörmətlə yanaşırıq. Mən bildirmək istəyərdim ki, məsələn, ətrafımda bir çox xanımlar var ki, o yəni 30+, məsələn, bir iş yoldaşlarım var idi. Görürsən ki, bəli, uğurludular, özünü təmin eləyirlər, heç bir kəsdən asılı deyirlər. Bəziləri evdə öz ailəsinə belə kömək eləyirlər. Amma bəzən görürsən ki, ya həyat buna məcbur edir, çünki elə olur ki, şərtlər yaxşı olmur, ya məcburən özünün üzərinə çox məsuliyyət götürür, ya da ki, mənim kimi istəməməsidir. Naqruzka götürmək, nə bilim, sanki əlavə, kiminsə, nə bilim, xərc əlavə demirəm. Məncə şəxsən mən fikirləşirəm ki, bəlkə mənim tək olmağım daha rasxodsuzdur ki, oğlanla. Amma bəzi qadınlar deyir ki, oğlan mənim rasxodumu çəksin. Biraz fərqli düşüncədir. Bu başqa bir mövzudur məncə. Amma yenə də məsələn, mənim fikrimcə böyük əksəriyyəti qadınların çoxusu ya bəzən həyatın sıxılan keçib onlar uca istəmirlər çətinliyi görməkdə, ya da ki, bəzi travmalar alırlar həyatda. Bəzən, məsələn, dünən bir baxdığım podkast var idi. Bu Baku Dizayn Akademiyanın təsisçisi qadın Aygün xanım deyəsən. Bəs həyatında o öz ailəsində belə də mənfi təcrübə yaşayıb, belə deyim, ailəsi tərəfindən onun üçün bu travmadır ki, yəni gələcəkdə mən o elə şeylə qarşılaşmaq istəmirəm, öz üzərimdə məsuliyyəti götürüb sırf özümü saxlamaq, karyera və belə davam eləmək istəyirəm.
üstün tutur. Üstün tutur, hə də. Yəni sanki seçilmiş kimi. İndi mama, ikinci suala keçək mama. Keçmişdə qadın üçün evlilik zəruri idi, indi isə seçimdir, belə çıxır, düzdür? Yoxsa səncə vacibdir bu indi evlilik? İndiki zamanədə evlilik qadınlar üçün vacibdirmi? Hər bir qadın xoşbəxt olmağa layiqdir. Əlbəttə ki, hər bir qadın istəyər ki, özünün xoşbəxt ailəsi olsun, uşaqları olsun, yoldaşı olsun. Öz necə deyim, həyatı mənalı olsun. Bu tərəfdən götürəndə elə gəlir ki, məcburidir ki, hər bir valideyn də istəyər ki, onun qarşısındakı qız evladı, oğul evladı ailəli olsun, yaxşı olsun. Yəni ki, necə deyim, xoşbəxt olsunlar, bax bu mənada. Yəni məcburi deyəndə belə bir tərəfli başa düşülməsin ki, valideyn evladını məcbur edir. Yox, həyat bunu məcbur edir ki, insanı, valideyni ki, uşaqlarını xoşbəxt görsün. Bəs cəmiyyət səncə o məcbur edir? Cəmiyyətdə də müəyyən sorğular olur və olur. İnsan bir də görsən elə bir qarşılaşır ki, elə bir sualla, halbuki heç həmin sualı verən şəxsin ailədən praktikası yoxdur, ancaq sənə elə yerdən sual verir ki, baxırsan ki, bu sualı bu verir, görəsən. Yəni belə də olur. Belə götürəndə, deyirsən ki, yox da, yəni ailə, həqiqətən də ailə mütləq lazımdır. Ailə lazımdır. İnsanın nə qədər ömrü var ki, yəni müəyyən bir yaşdan sonra, düzdür, indiki gənclər sərbəst olmağı, azad olmağı, yüksüz, yəni qayğısız böyüməyi sevirlər. Amma müəyyən bir yaşa qədər, müəyyən yaşdan sonra həmin gənc dönür arxasına baxır, deyir ki, yox, mən səhv elədim, mən gərək bu yaşda ailə qurardım. Səncə mama hansı yaşa qədər bir o belə deyək də, hələ ki qayğısız belə gəzmək, yaşamaq olar? 25 yaşa qədər. Mama, nə demək istəyirsən? 25 yaşdan sonra mütləq ailə lazımdır. 25 yaşa qədər olar. Amma 25 yaşdan sonra həqiqətən də qıza da, oğlana da ailə mütləq lazımdır. Mənim fikrimcə indiki prosta zamanı elədir ki, biraz getdikcə yaş əvvəl məsələn 18 deyirdi, ayda evdə qalmışdı, nə bilim o 20, biraz da keçdi, uca 25, uca biraz 28-ə çatır, bəziləri uca 30-35 plus gəlir. Ondan sonra da heç o biraz fikrimcə bir ekonomikanın da bir təsiri var buna. Qadının tək qalması uğursuzluqdur yoxsa şuurlu bir qərardır? Uğursuzluqdur. Uğursuzluqdur? Qadının tək qalmağı, конечно, uğursuzluqdur. Niyə? Əgər sən ağıllı qadınsansa, bu həyatda nəyə görə tək qalmalısan? Yəni səncə bir qadın kişisiz həyatı yaşaya bilməz, əgər özü qazanırsa? Mənasız olur. Yox, mənası. O qədər qazan ki, nətər deyim, pulunu apar zibil yaşayırına tulla, yer tapma qoymağa. Amma oturub bir küçdə fikirləşəndə deyirsən ki, bunun nə mənası var? Yəni, bax, o dəqiqədə fikirləşsən ki, bax, bu qədər pulu qazanmışam, nə mənası var? Ancaq ailə uşaq olanda, həmin pulu ailəyə xərcləyirsən, uşağa xərcləyirsən, gəzməyinə xərcləyirsən, qayğılarına xərcləyirsən, həyat mənalı olur. Onda deyirsən ki, şükür ki, mən hər cür ailəmi təmin edə bilirəm. Onda həyat sağ mənalı da gəlir, hər şey sənin gözündə gözəl olur. Həyat da gözəl olur, ailə də gözəl olur. Yəni, uşaqlar da sənin üçün gözəl olur, qiymətli olur. Əlbəttə. Mən amma bilsən necə düşünürəm? Məsələn, atıram da, indi mən 24 yaşımda başlamışam da səyahət eləməyə tək. Həm də öz pulumu qazanıram. Görsən, bir dəfə zəng elədim ki, mama, bəs mən Dohaya uçuram, sabah almışam bilet gedirəm, ya da ki, Tbilisiyə gedirəm, məsələ. İndi bu belə, məsələn, davam eləyəcək. İndi də ki, pulum çox olsun və mən hələ daha çox səyahət eləyim. Məsələn, mən o bir səyahətdə ən azı bir 2000 tutur da, yəni 2000, 1500, baxır indi sənin gəzməyin, tozmaqla. Amma məsələn, indi yaş getdikcə sən o komfortu öyrəşdikcə sənə məsələn o tək
məsələn bir hansısa kişi ilə yaşayıb evli ailə qurmaq kimi uşağa, indiki uşağa baxmaq, nə bilim də bu həqiqətən də bir çox məsuliyyətli və bir enerji sərf edən adamdır. Ailə yükündən qorxursan. Hə, müəllimin ailə yükündən qorxuram. Hə, bunu bunu. Hə də, yəni ki bu problemdir da, yəni bu tək qalır da qadınlar. Yox, qorxmaq lazımdır. Ailə yükü elə də çətin yük deyil. Hər bir nətər deyim, bacarıqlı qızsan, savadlı qızsan, nətər deyim, dünya görüşün var. Bunu sən deyə bilməzsən ki, mən ailə yükündən qorxuram. Deməyə sənin ixtiyarın yoxdur. Niyə yoxdur ki? Yox, yoxdur. Çünki bilsən niyə? Sən həyata başa düşürsən azdan çoxdan. Sən adi heyvanlara elə böyük sevgi göstərsən ki, adi heyvanlara, o ki qala canlı insan ola, sən ona sevgi göstərə bilməyəcəksən. Yox. Tək sevgi məsuliyyəti deyil də, yəni mən əminəm maddiyyat söhbəti. Bilirəm, qayğı, hər şey gedir də onun içində, hər şey gedir. İndi məsələn evdə pişiyə baxırsan, ona tək sevgi göstərmirsən, ona hər cür təmin edirsən, qayğısını çəkirsən, onun yeməyi, nə bilim, qumu, gəzməyi, paltarları, nə bilim, şotkası, həkimi, əməliyyatı, sonra nə bilim, hər şey baxıram ki, sən diqqət edirsən. Hələ qıraqdan baxıram, deyirəm ki, adi bu heyvana sən belə sevgi göstərsən, sən canlı insan, özünün canından əmələ gələn bir uşaq olsa, sən nətər ona qayğı göstərərsən, nətər onu sevərsən. Ona görə sən düz deyirsən, hələ subaysan, sağ belə gəlir. Ancaq ailə qurandan sonra deyəcəksən, daha öz-özündə deyəcəksən ki, hə, mama düz deyirmiş. İndi onunla razıyam, amma ki o uşaq əvvələ gəlməsi üçün bir normal kişi lazımdır. O da ki o normal kişi də yoxdur. Sən necə? Hansına baxsan, gah evli çıxır, gah nə bilim başdan xarabı çıxır, gah özünü saxlaya bilməyən, maması uşağı çıxır. Deyirsən ki, oturmuşam da sakitcə başımı salamat saxlayıram da. Ya da ki heç sonra indiki zamanədə yəni kişilər çox çətinliklə pul qazanırlar. Qadınlar da onun kimi. Amma yəni bəziləri ya çox tənbəlləşir, ya gedir məsələn lazımsız yerə pul zat xərcləyir. Belə baxanda qadınlar daha maliyyə savadlığı daha çoxdur ki, oğlanlarda. Nə bilim, bəlkə də oğlanlarda da yaxşıdır, amma baxır. Yəni ailədən, tərbiyədən, təhsildən çox şey asılıdır. Səncə bu problem yalnız bizim cəmiyyətdədir, yoxsa bütün dünyada eyni vəziyyətdir? Bütün dünyada eyni vəziyyət. Bizim cəmiyyətdə daha çoxdur. Xarici dövlətlərdə bu adi hal kimi baxılır. Çünki baxdıq da internetdə gördük. Ancaq son zamanlar lap belə çoxalır. Belə yaşı da ailə vaxtı çatmış oğlan və ya qız sanki bizim cəmiyyətdə daha çoxdur. Xarici dövlətlərdə buna adi hal kimi baxırlar. Onlara nə ayıb gəlmir bu, nə də belə qəribə gəlmir. Onlar elə hiss edirlər ki, elə həyat belə olmalıdır. Onlar bunu belə qəbul edirlər. Məsələn, İtaliya ölkəsində bəziləri, daha Amerikada falan, hələ onlar üçün 30-35 plus, hələ onlar 35-ə qədər onlar üçün elə bir gənclik dövrü hesab olunur və onlar hələ ki elə bir bilsən necə, o bizim üçün atıram da 15 və 25 aralığı hələ biraz öyrənmək, onlara hələ o davam eləyir, o bir kultura kimidir də bəzən. Azərbaycanda bu bəzən olur ki, ya məcburi evliliklər olur, ya qohum evlilikləri olur. Ya indi o da ki düzgün deyil. İndiki zamanda qadınlar daha çox oxuyur, təhsil alır. Məsələn, sonra karyera qurur. Onun üçün də məsələn maddi azad olmaq üçün bir müddət karyeraya vaxt sərf eləməlisən, oxumaq üçün. Bax, indi məni görürsən də mama, bax, kurslara gedirəm, nə bilim, bəzən işdən qayıdıram, halsız oluram. Bəzən olur ki, heç yemək bişirməyə belə halım olmur, elə uzanıram ki, özümə gəlim, yatım. Aktiv həyat yaşayırsan axı, pasiv həyat yaşamırsan. Yəni də indi məsələn, indi bunu götürsək, indi pasiv olan indi gedir ailə qurur, onda elə çıxır, yoxsa yox? Yox. Pasiv olan elə passivdə qalır, elə daha da passivləşir. Yox, aktiv sən həyatın aktiv həyatdır. İndi bu aktiv həyatda mən necə kişini soxuşdura bilərəm sən də mən baxışda? Sən bu aktiv həyatda yəni qarşına çıxan insanı dəyərləndirməlisən. Elə sırazı cavab verməli deyilsən. Qarşına çıxan insanı sən
müəyyən bir vaxta qədər dəyərləndirməlisən, ondan fikir yürütməlisən. Onun necə deyim, xarakterini bilməlisən ki, uyğunluq varmı sizin aranızda? Mən də elə baxıram, çoxsunda uyğunluq olmur. Çünki bilirsən nəyə görə? Mənim o karyera qurmaq, vaxt sərfiyyatımı, məsələn, oğlanlar istəyir ki, onlara daha çox vaxt ayırasan, neyniyəsən, ki onlar bəzən də elə olur ki, özləri məndə də o vaxt olmur. Ya bəzən məsələn də o maddiyyat məsələsi var ki, qarşılamır da. Mən də görürəm ki, yoxdur, mən bu insana necə güvənə bilərəm? Savası gün nəsə olsa, mən rahat olmayacağam. Məcbur özüm işləməliyəm. Mən o ağıldayam ki, mənim əlimdə həmişə pul olmalıdır. Yəni mən məsələn də lap belə çox varlı bir oğlan olsa, desə ki, mən sən heç nəyə ehtiyacın yoxdur, bax narahat olma da arxandayım. Hə, mən sevinərəm ki, belə olar. Amma o demək deyil ki, mən elə işləməyəcəm də. Yəni işləyərəm, amma elə işdə ki, yəni özümü çox şey eləmərəm ki, həmişəki kimi də görürsən mən nə vəziyyətdə gəlirəm. İşdən bəzən olur ki, əsası çox stressli şəkildə keçirirəm. İş yükün yox da, mən həm də qorxuram ki, hər dəfə birdən işsiz qalaram, çöldə qalaram, acıdan ölərəm nəsə də. Yenə də, yəni də heç kəsə yük olmamaq üçün. Deyir, nə qədər qadın yük hissələrsə, münasibət də bir o qədər də çətinləşir də qadının məsələn. Getdikcə həm karyera artanda, maaşı artanda, dünya görüşü artanda, onun o münasibətə girmək üçün o belə deyim, kriteriyalar çoxalır və onun üçün çətinləşir. Hə, bax orada burada haqlılıq var. Var, конечно var. Çünki sən elə bil ki, başqa həyata keçirsən. Yəni iş barədə də, karyera barədə, karyera barədə, hər barədə elə bil ki, sən başqa həyata keçirsən, ona görə də olmalıdır. Yəni səncə onda məsələn də bir qadın hansısa bir X maaş alırsa, ona bir üstün olmalıdır səncə? Hə. Yoxsa o vacib deyil? Yox, olmalıdır. Çünki həyatda təminat məsələsi var ki, o qadın əgər təkdirsə hələ ki, o hər şeylə özünü təmin etmək üçün o yüksək maaş almalıdır ki, özünü hər cürə təmin eləsin. Yəni bu həyatda, tüm boldur ki, günü-gündən hər şey bahalaşır, yəni iqtisadiyyat çətinləşir. Uşaq pamperslərin qiymətlərini görmüsünüz də? Heç ondan danışmırıq. Pul qazanmaq mütləq şərtdir. Onda elə çıxır ki, köhnə ailə modeli yəni qırılmış kimi hesab olur da, yəni işləmir. Yəni ki, qadın otursun evdə. Yox, elə qadınlar da var həyatda. Oxumayan qızlar kənddə yaşayırlar da, adam görür. Yəni o köhnə ailə tablosu var. Köhnə ailə kinolarda baxırsan, ya nə bilim, uşaq vaxtı görmüsən, bax, elə ailə var. Kənddə elə ailə tabloları var. Bəs şəhərdə? Şəhərdə yox. Şəhərdə işləməyən qadınlar? Şəhərdə işləməyən qadınlar, indi o baxır, ali təhsilli anadır, uşağına görə işləyə bilmir. Oturur, uşağının qayğısını çəkir, müəyyən bir vaxta qədər. Uşaq böyüyəndən sonra, bacarırsa, işinə də gedir, yəni bütün həyat tərzi dəyişir, ancaq o istəyir ki, uşağını sağlam böyüsün, yəni uşaq vaxtı uşağının bütün qayğılarını çəksin. Elə analar var. Bəs onda elə çıxır ki, məsələn, nəyə görə bu boşanmaların sayı artır da? Bax, uğurlu qadınlar yəni inkişaf elədikcə, ümumiyyətlə heç adi qadın inkişaf elədikcə, yanındakı bəy inkişafsız kişi ilə qarşılaşanda, inkişaf eləyən qadın inkişaf eləməyən kişi ilə qarşılaşanda, əlbəttə ki, burada yollar ayrılır. Fikrimcə bəli, nəyə görə boşanmaların sayı artır? Çünki bəzən bir yerdə olurlar, hansısa bir belə deyim də bəy və xanım, biri bəlkə sifətdən görünmür bu hormonlardan, ay səni sevirəm, ölürəm tudaşı da, amma sonradan gözlər açılır, bu qadın da ya da cütlükdə kimsə başlayır inkişaf eləməyə, böyük ehtimal ki, bəzən çox vaxt qadınlar olur da, başlayır oxumağa, dünya görüşü artırmağa, təhsili artır, başa düşür ki, yox, yəni həyat sırf bundan ibarət deyil və daha
çoxunu istəyir. Bu başlayır bir məsələn ilişkidə problem yaratmağa. Başlayırlar buna dalaşıb boşanırlar. Hələ mən indi demirəm ki, indi uşaq olsa lap biraz pisdir. Sənin gəncliyində qadınların əsas məqsədi nə idi o vaxtı? O vaxtı elə yenə də indiki kimi oxumaq, birinci şərt oxumaq idi, ailə qurmaq, sağlam ailə olmaq, evlad olmaq, evlad sahibi olmaq. Ancaq bu. Onunla bərabər yenə də qadın işləməlidir. O vaxtda belə işləyirdilər. Hə, elə bax, evdə də yəni iş vaxtı işdə, işdən sonra evdə, yəni ana öz yerində durmalıdır. Okay, başa düşdüm. İndiki zamanədə amma çox şey dəyişib. Məsələn də indi fikir verirsən, elə o tələb sanki yoxdur. Biraz daha elə bir o tələblər razmıливается da, itirir öz formasını, öz tələbini itirir və qadınlar daha çox öz potensialını inkişaf elətdirməyə, karyera qurmağa, nə bilim pul qazansın, özlərində özlərini fikirləşir deyəndə ki, yəni məncə də fikirləşməlidir deyə düşünürəm. Çünki indiki zamanədə bir kişi məsələn də tanış olacaq bir qadınla bir 20-30 il bir yerdə olub, məsələn də ailə qurub, uşaq qura bilər. Sağolsun gün bir gənc qadın tapıb çıxıb gedəcək, amma sən o kişiyə sərf elədiyin 20-30 il içində vaxtın getdi, gəncliyin getdi, karyeran ola bilərdi, məsələn getdi. Sağolsun gün deyirsən ki, ayda mən heç nəsiz qaldım. Bəzən də yəni indi normal vicdanlı kişi olsa indi heç olmasa deyirəm ki, yəni bir ev qoyar, nə bilim də indi nəsə verər qarşılığında. Amma yəni bəziləri sözlərini saxlayamayan kişilər olur ki, onu qarşılaya bilmirlər. Ana olanda cəmiyyətdə ona münasibət dəyişirmi? Yəni qadın artıq öz məsələn o uğurunu itirirmi, yoxsa necə olur? Yox, əksinə qadın yüksəlir. Yox, nə elə demiş olursan? Qadın onda daha da yüksəlir. Ki, yəni cəmiyyətə yararlı evlad verirsən, sonra həyatın mənalaşır, qayğıların çoxalır, yaxşı mənada. Yəni həyat mənalı gəlir sağında. Amma məsələn mən çox iş yoldaşlarım var, məsələn ətrafımda qadınlar var ki, məsələn uşağı olur və bəzən də nyankası olmasa çox problem yaşayırlar ki, məsələn çölə çıxa bilmir. Əziyyət vermək istəməyən. Yəni normal, məsələn işləyən qadındır da, necə olsun ki, getməsin. İşləyən qadın üçün kömək lazımdır, конечно, kömək. İndi məsələn o nyankası varsa belə, o deyir ki, mən nyankası uşağımı qoyub çölə çıxa bilmirəm. Yəni onunla çıxsam uşaq səs-küy eləyəcək və mən hiss eləyirəm ki, narahatçılıq yaradacaq insanlara. Onun üçün də bəzən görsən ki, iş yerlərində belə bir post daşı oxumuşdum ki, deyir ki, qadınlar dekretdən qaydanda onlara bir şey kimi baxırlar. Sən o deyilsən, sən nə başın çıxır, sən biraz tupoylaşmış kimi bir отношение adama ya iş yerlərində, cəmiyyətdə məsələn bəzən görsən ki, avtobusda uşaq qışqırıb eləyir, məsələn görsən ki, qadınlar deyir ki, uşağı sakitləşdir və s. ki, sanki insanlar qadınlara qarşı bir belə davleniya yaradırlar. Yəni bir tərəfdən deyir ki, demoqrafiyamız artsın, indi bu daha çox Rusiya, aiddir. Amma Azərbaycan dilində həmişə kimi normaldır məncə, amma biraz aşağı məncə düşüb bu demoqrafiya baxımından. Amma yenə də səncə qadın niyə bütün yükü tək daşımalıdır? Yəni məsələn işdir, gəlir karyera. Niyə tək daşımalıdır? Yox, tək daşımır. Niyə də tək daşımır? Bizim ailədə yükü tək mən daşıyıram. Yox. Bizdə belədir, amma məsələn başqa ailələrə baxsaq, qonşularda, qohumlarda, düzgün deyil ki, qadını yükləyəsən o qədər. Temur deyirsən, qadın incə məxluqdur. Onu o qədər yükləmək də olmaz axı. Müəyyən bir vaxta qədər, uşaqları böyüdənə qədər, uşaqlar ta ki böyüyürlər, instituta daxil olurlar, institutu bitirirlər, həyatda seçimlərini edirlər, iş, karyera barəsində. Yəni yox, o heç də mən o fikirdən razılaşmıram ki, ailə yükünü təkcə qadın öz çiyninə, yox, elə mövzu yoxdur. Bizdə məsələn bizim ailədə yoxdur, amma mən yəni görmüşük də ki, qadın həm işləyir, evə gəlib, uşağa da baxır, evi də yığışdırır. O ailələrdə söz-söhbət çox olur. Mən fikir verirəm, elə ailələrdə şükür ki, bizim ailəmizdə elə bir şey yoxdur. Yəni elə ailələrdə söz-söhbət çox olur, tez-tez münaqişələr olur.
Yəni baxsan ki, yəni ailə kimi tam görsənmir o ailə. Məncə də. Uşaqlarda travma əmələ gəlir. Ona görə yox. Mən o fikirlə razı deyiləm. Qadın tək yükü daşımalı deyil. Yəni bəylər də bir ev işlərində də stimul verməlidirlər, kömək etməlidirlər. Tək qadın məsələn yemək bişirsin, ev yığışdırsın söhbəti məncə olmamalıdır. Bu bölüşülməlidir deyə düşünürəm. Jelatinlə o çirəydi. Səncə müasir kişilər uğurlu və müstəqil, güclü qadınlara hazırdırmı? Yəni məsələn, indiki bax təsəvvür elə. Azdır. Çox azdır. Kişilər azdır. Hə, конечно azdır. Kişilər az deyil. Azərbaycan aborta görə 1-ci, 2-ci yerdədir aborta görə. Yəni oğlanlar bu dəqiqə ən çox təşkil edir. Qızlar Azərbaycanda çox azdır. Yəni belə baxanda, çünki abort eləyirlər. Amma məsələn götürsək ki, güclü qadın, müstəqil qadın da məsələn mənim kimi qadın, məsələn qız ki, hansı ki müstəqildir, özü səyahət eləyir, özü pul normalni qazanır, özünü hər cür təmin eləyir, bütün işlərini aşırdır. İndi məsələn ev işlərini, yəni hər şeydə, yəni demək olar ki, evdə indi mən acəlini qaldığımızda indi evdə hər şey özüm eləyirəmsə, o qaqaş götürək də adını. Mənə hazır olarmı? Məsələn, o deyəcək ki, yox, belə olmadı. Mən deyəcəm, sushi, mən belə razı deyiləm. Yəni mən müstəqiləm də. Sən mənə görə mənim yerimi tək qərar verə bilməzsən. Səncə mənim kimi qıza normal müasir kişilər ona hazırdırmı? Azərbaycanlı götürək də. İndi biz ondan danışırıq ki, Mələkə xarici ilə öyrənəcək. İnşallah müasiri. Amma Azərbaycanlı çətin. Çətin, hə, çətin. Yəni amma Azərbaycan kişisi belə baxmayaraq ki, müasir olsa da, mənə çətin məsələn. Hə, çətin. Məncə də çox çətin. Çünki məsələn hər şeyi özüm eləmişəm, özüm eləyirəm də. İndi gərək ki, nə bilim, belə moşno şeydən keçsin, ispitasiya srok. Hardasa Azərbaycanda elə kişi ya bir dənədir, ya iki dənədir. Yox, məncə var. Çoxluq təşkil eləyəməz. Faizi çox az. Məsələn, 5%, 10%. Deyirəm də. Hə. Amma yəni mənim fikrimcə belə də çox şeylidir. Götürsək ki, bu Azərbaycanın belə deyim də mentalitet və ailə strukturuna baxsaq, indi düşünürlər ki, bəziləri ki, işləməməlidir. Daha çox köhnə vaxtlarda belə idi, amma indiki zamanədə kişilər məncə elə özləri qadınları bəlkə də itələyirlər ki, keçişdə. Mən oturmayım. Bəlkə də bəziləri elələri var, indi görürük ətraflarda ya da sosial mediada. İndi məsələn, amma onun qarşısında istəyirlər ki, həm qadınları bastırsınlar, yəni onların o potensialını bastırsınlar. Sabahsı günü ay qadın deyil, ana olmağını istəyirlər ki, ana kimi olsun, həm uşaqları doğsun, həm saxlasın, itəqdəli, amma özü elə çox da belə nevovleçonluq da, yəni ailəyə fikri orada deyil. Məsələn deyir ki, lij bu pul gətirim, sən şu hər şeyi həll elə. Amma indi səncə bu normaldır? Yox. Əgər o uşaq ikinizə aiddirsə, ikiniz də onun qayğısını da çəkməlisiniz, əziyyətini də çəkməlisiniz, bəhrəsini də görməlisiniz. Məncə də. Səncə qadın tək olanda həmişə bədbəxtdirmi? Sualı. Səncə? Qadın tək olanda. Hə. Niyə? Tək olanda. Niyə bədbəxtdir? Həmişə bədbəxtdir? Yox, həmişə demək olmaz. Müəyyən həyat tərzi periodlar yadına düşə bilər. Ya həmin vaxtı həmin özü elə həmin şeydə ola bilər, nətər deyim? Depressiv sağ ol, hə, ki onda özünü qadın, hə, çünki qadın zərifdir axı. Kişi kimi güclü deyil, zərifdir, qadın incədir. Hə. Okay. Amma mənim fikrimcə elə deyil. Mən düşünürəm ki, ola bilər, hamıda olur. Yəni istəyir tək olsun qadın, istəyir münasibətdə olsun. O həmişə məsələn depressiv hallara düşəcək. O da var. Amma məsələn onun həyatında məsələn işi varsa, dostları varsa, hobbiləri varsa, o məncə tək adam olsun, nə bilim, mən münasibətdə olub tək qalmayım, qorxuram təqdəli mövzusu məncə az olar deyə düşünürəm. Bəzən görürsən ki, məsələn, mən daha çox kişilərdə onu görmüşəm ki, 30 plus yaşları varsa, getdikcə 40-a yaxınlaşırsa və təkdilərsə, onların məsələn qadınlarda da məncə elədir. Çünki məsələn mənim də tanıdıqlarım var ki,
35 plus yaşları var. Uca deyir ki, mən uca o qədər öyrəşmişəm təkliyə. Evimin məsələn indi ona kimi uca yaşında evləri də öz evləri olur. Öz deyir ki, məsələn mənim rutinim var, qoyduğum qab məsələn bildiyim yer var. Kimsə gələcək, mən indi istəmirəm də ki, ora kimsə daxil olsun, mənim şeyimi pozsun. Sakitçiliyimi pozsun, komfortumu pozsun. Bəzən indi mən də tək qalanda görürsən evdə. Yəni indi açıq danışaq, mən də istəmirəm. Görürsən səs-küylü yeri sevmirəm. İndi kimsə gələcək, durdurub, nə bilim, futbolu qoşacaq gecənin ortasında, nə bilim, gecə xoruldayacaq qulağımın böyründə, deyirəm ki, ay Allah, mənə lazımdır bu. Amma bəlkə də bu necəsə şeydir də, nə bilim, illərlə ötürü keçir. İllərlə ötürü, ay sağ ol, o öz yerini tapanda o nə acıq gəlmir, nə qıcıq gəlmir. Deyirsən ki, bu belə olmalıymış. Adam bir-birinə öyrəşir də. Öyrəşir, ay sağ ol, öyrəşir. Necə ki, atanla məni kimi. İndi o heç də ona deyirik. Amma ki, məsələn, bir xeyli müddətdir də, təsəvvür ömrü boyu bu insan məsələn öyrəşib tək yaşamağa. İndi bu necə? Məsələn, mənim üçün çox çətinliklə gəlir də. Məsələn, mən öyrəşmişəm ki, yeməyi sırf bir nəfərlik bişirirəm və çoxlu bişirirəm ki, dalbadal olsun. Nə bilim, sonra sakitçilik, nə bilim, bir də çox çətindir. Mən indi bu bizə mövzu gəlib ora çıxır ki, işte insanlar indi Azərbaycanda belə bir şey var ki, bir yerdə yaşamadan deyir ki, hə, evlilik qurun. Amma məsələn, sən deyirsən ki, bəs necə mən o insanla yaşayacağam? Sən tanımıram, eləmirəm, mənim öz öyrəşim. Tim boyla başqa evə köçürsənsə, vəbşi stressdəsən. Fikrimcə, yəni biraz mənim üçün də biraz şey olacaq. Yəni də mənalıdır söhbət eləyirik, amma məncə düşünürəm ki, həm də maraqlı nəyə görə söhbətdir. Çünki bir pokoleniya fərqi var. Kimlərsə də bizim bu videoya baxandan sonra yəqin kimlərsə də özləri üçün nəticə çıxardacaqlar. Yəni ki, həm burada belə pokoleniya fərqi var. Bizə təşəkkür edərsiniz. İnşallah kommentlərdə gözləyirik. Sizcə bu mövzuları qulaq asaraq bəlkə də nəsə özünüz üçün bir nəticə, bir insightlar çıxartdınız. İndi sizcə problem bu mövzuda cəmiyyətdədirmi, yoxsa qadınlardadırmı, ekonomikadadırmı? Şərhlərdə yazın, nə düşünürsünüz, fikirlərinizi bu barədə. Öz həyatınızda hansı belə deyim, mövzularda, bu mövzuda görmüsünüz, exampleları da qeyd etməyinizi istəyərdim. Oxuyaq, növbəti podkastlarda bunu oxuyub bəlkə də müzakirə eləyərik. Sağ olun.